Uşaqlar, yaxına gələn sizə qəşəng bir söz deyəcəm, amma blok imtahanında, birinci imtahanda söhbətin başını bağlayın. Ciddi deyirəm, ikinci imtahan çətin olur. Yaya saxlamayın, adam iylənir yayda, oxumağa da gəlmir. Birinci imtahandaca söhbəti başını bağlayın getsin. Yaxşımı? Yayda gec keyf elə də sənə lazımdır. Ona görə imtahandan çıxanda sizi gözləyənləri sevinclə, şad xəbərlə qarşılamaq istəyirsinizsə, nə edirsən? Sizə minimal qiymətlə, çox cüzgün bir sınağın qiyməti ilə sənə bütün proqramı və onlarca, yüzlərcə sınaq təqdim edirəm. Bax, qoşulursan bizim qrupa 10-15 gün. Həm canlı yayımlarda iştirak edirsən, tək edirsən. Həm də nə edirsən? Bax, onluq sınaqlar var burada. Sınaq izah, sınaq izah, sınaq izah. Vəssalam. Hər gün bunları işləyirsən, bəsdir. Harada da səhvin çıxdı, harada çıxıb səhvin, məsələn, hansısa bir mövzuda. Açırsan ədat izahına baxırsan, sonra açırsan cümlə üzvləri, nə istəyirsən izahına tam olaraq ətraflı şəkildə baxa bilirsən. Həmçinin üçün canlı yayımda sual verə bilirsiniz. Həm təkrarda, həm testdir. Nə istəsən, hər bir şey var və qiymətdə çox minimal bir qiymətdir. Sadəcə ayın 25-nə kimi bu qiymət keçərlidir. Və salamda kimsə ikinci imtahana hazırlaşarsa, onun da şərtləri ayrılacaq. Amma mənim məsləhətim odur ki, elə birinci imtahanda da söhbətin başını bağlayın, çıxsın getsin. Qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Bu qədər, sağ olun.